Salam, kainat və günəş sistemi, planetlər, yerin günəş ətrafında hərəkəti mövzusuna testlərin izahına baxırıq. Birinci sualda deyilir ki, günəşin zenitdə müşahidə etdiyi yarımadalar. Ümumiyyətlə, günəş zenitdə 23,5 dərəcə şimal enliyi və 23,5 dərəcə cənub enliyi arasında ola bilir. Günəş zenitdə olduğu məntəqələrdə günəşin düşmə bucağı 90 dərəcəyə bərabər olur, ondan artıq ola bilməz və şaqili dürəng gölgəsi müşahidə olunur. Gəlin bu məntəqələrə bir-bir xəritə üzərində baxaq. Həmin o yarımadalar, adı çəkilənlər, Taymır yarımadası var idi. Görürük ki, şimal tropiki ilə cənub tropiki arasında yox, onlardan xeyli uzaqlıqda qütb dairəsi ətrafında yerləşir. Şimal qütb dairəsi ətrafında. Həmçinin Kola yarımadası, Skandinaviya yarımadası, həmçinin Labrador yarımadası da bu tropik işıqlanma qurşağında yox, tropik işıqlanma qurşağında zenitdə olur günəş. Qütb və yaxud da qütbə yaxın mülayimliklərdə yerləşirlər. Amma həmin o digər cavablara baxdıqda Somali yarımadasıdır, Ərəbistan yarımadasıdır, Hindistan yarımadasıdır, Malakka yarımadasıdır. Bunlar yerləşir tropik işıqlanma qurşağında və günəşin zenitdə olduğu enliklərdə. Qeyd etdik ki, Taymır yarımadasıdır, Skandinaviya yarımadasıdır, Kola və Labrador yarımadaları günəşin zenitdə müşahidə edilmədiyi nöqtələrdir. Amma Hindistan, Malakka, Somali, Ərəbistan yarımadalarında günəş zenitdə müşahidə olunur. Ona görə də cavabımız olur D variantı. Növbəti sualımızda deyilir ki, 3 işıqlanma qurşağında yerləşən materiklər. Bunu bu sualda xəritə üzərində baxaq. Avrasiya materikinə ilk öncə baxırıq. Avrasiya materiki görürük ki, şimal qütb işıqlanma qurşağında, şimal mülayim işıqlanma qurşağında və üçüncü olaraq da tropik işıqlanma qurşağında yerləşir. Sonra Şimali Amerika materikinə baxırıq. Şimal qütb işıqlanma qurşağı, şimal mülayim işıqlanma qurşağı və tropik işıqlanma qurşağında yerləşir. Cavabımız burada A variantıdır. Burada səhv olan variantlar hansılardır? Biri Avstraliyadır. Avstraliya yerləşir 2 işıqlanma qurşağında. Bir də Cənubi Amerikadır. O da 2 işıqlanma qurşağında yerləşir. Və həmçinin Antarktidanı deyə bilərik. Antarktidada 1 və 2. Antarktida yarımadası da düşür cənub mülayim işıqlanma qurşağına. Ona görə cavabımız oldu A variantı. Tropik xəttlərini digər paralellərdən fərqləndirən xüsusiyyət bizdən istənir. A-da deyilir ki, üzərində hər fəsildə bir dəfə günəş zenitdə olur. Hər fəsildə bir dəfə günəşin zenitdə olmağı mümkün deyil. 4 fəsil olduğunu nəzərə alsaq, 4 dəfə zenitdə olur, belə olsa. B variantda deyir ki, üzərində ildə 2 dəfə günəş zenitdə olur. Günəşin ildə 2 dəfə zenitdə olmağı üçün bu aralıqdakı ərazilərdə yerləşməlidir. 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyinin arasındakı enliklərdə yerləşməlidir. Onların üstünə yerləşə bilməz. Bir də bir ki, tropik xəttləri 23,5 dərəcə şimal enliyi və 23,5 dərəcə cənub enliyi arasına uyğun gəlir. Bu da yanlış cavabdır. C variantı deyir ki, üzərində ildə bir dəfə günəş zenitdə olur. Yəni doğru cavabımız da budur. Günəş ildə bir dəfə şimal tropiki üstündə, ildə bir dəfə də cənub tropiki üstündə zenitdə olur. Buna deyirik yay gün dönümü və qış gün dönümü. Üzərinə günəş şüaları il boyu perpendikulyar düşür. İl boyu perpendikulyar düşmür. İldə bir dəfə perpendikulyar düşür. Perpendikulyar düşmək deməkdir 90 dərəcə bucaq altında düşməyi. Bu da səhv oldu. Üzərində hər fəsildə 2 dəfə günəş zenitdə olur. Bu da tamam yanlış anlayışdır. Növbəti sualımızda deyir ki, aşağıdakı ölkələrdən hansında günəş zenitdə olmur? Günəşin zenitdə olduğu ölkələrin hamısını bilməyimiz əzbər mümkün deyil. Amma tropik xəttinin kəsdiyi ölkələri bilə bilərik. Tropik xəttin kəsdiyi ölkələri bilsək, o zaman təxmin edə bilərik ki, bu ölkənin ərazisində günəş zenitdə olur və yaxud da olmur. Yadımıza saxlaya bilərik. Həmin xəritəyə bir baxaq.
Şimal tropik xəttini kəsən ölkələr görür ki, soldan sağa doğru Meksika, Mavritaniya, Mali, Niger, Əlcəzair, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Banqladeş, Myanma, Çin və Omandır. Bunları dayandırıb özünüzdə xəritədə yerinə bir baxın. Bu şimal tropik xəttini kəsən. Bir də var cənub tropik xəttini kəsən. Cənub tropik xəttini kəsənlər Braziliya, Çili, Argentina, Paragvay, Namibiya, Botsvana, Çar, Mozambik, Madagaskar, Avstraliya. Bu ölkələrdə bir hissəsi tropik işıqlama qurşağında, bir hissəsi mülayim işıqlama qurşağında yerləşir. Buna əsasən bilə bilirik ki, bu ölkələri belə yadda saxlaya bilirik ki, tropik xətti kəsir, deməli burada günəş zəniti müşahidə oluna bilər. Onun tropik işıqlama qurşağında yerləşən ərazisində. Həmin ölkələrə çıxış etsək, hansı ki, tropik xəttləri kəsirdi, deməli bu ölkələr günəş zənitdə olurdu həmin ərazilərin bir hissəsində. Hindistan tropik xətti kəsirdi. Sonra Mozambiki kəsirdi tropik xətti. Liviyanı kəsirdi. Myanmanı kəsirdi. Küveyt və Pakistanı isə tropik xətti kəsmirdi. Günəş heç vaxt burada zenitdə də olmur. 23,5 dərəcə şimalindən şimaldakı ərazilərdə yerləşirlər. Gəlirik 5-ci suala. 5-ci sualda deyir ki, sxemdəki qırıq xəttlər nə ifadə edir? Sxemdəki qırıq xəttlər qütb dairələri və tropik xəttlərini ifadə edir. Cavabımız Y variantıdır. Çox qalmağa ehtiyac yoxdur bu sual üstündə. 6 nömrə tapşırığa baxırıq. Yerin günəş ətrafında fırlanması ilə bağlı olan coğrafi prosesləri müəyyən edin deyir sualda. Yerin günəş ətrafında fırlanması ilə bağlı baş verən proseslər illik və fəsil olaraq dəyişkənliklərdir. Yəni temperaturun illik dəyişməsi, fəsillərin dəyişməsi, mussonlarda aid edə bilərik biz buna. Amma yerin günəş ətrafında, yox öz oxu ətrafında hərəkəti nəticəsində yaranır da sutkalıq dəyişikliklər. Ona görə bu sutkalıq dəyişikliklər gecə-gündüzün dəyişməsi, növbələşməsi, sonra brizlərin yaranması səhv cavab kimi götürülür. Yerin günəş ətrafında fırlanması nəticəsində yaranır, fəsillər yaranır, temperatur illik dəyişir. Cavabımız Y variantı. 23 sentyabr günü üçün səciyyəvi olan coğrafi əlamətləri bizdən istəyir. 23 sentyabr günü payız gecə-gündüz bərabərliyidir. Payız gecə-gündüz bərabərliyində günəş ekvator üzərində zenitdə olur. Bu zaman şimal qütbdə, şimal yarımkürəsi də, cənub yarımkürəsi də bərabər şəkildə işıqlanır. Ona görə cavabımız orada olur A variantı. Digər variantlara baxmağa ehtiyac yoxdur. 8-ci suala baxırıq. Yerin hansı işıqlama qurşaqları var? Burada bizi istilik qurşaqlarından çaşdırmağa çalışır. Soyuq yazır, misal üçün isti yazır. Bunları götürmürük ümumiyyətlə. Cavabımız olur tropik, mülayim və qütb işıqlama qurşaqları. Tropik işıqlama qurşağının sayı 1 dənədir. Mülayim və qütb işıqlama qurşağının sayı isə 2 ədəddir. Cavabımız Y variantı. Günorta vaxtı günəşin il ərzində bir dəfə zenitdə olduğu paralellər. İl ərzində bir dəfə zenitdə olduğu dedikdə, bu bayaqki suallardan birində buna cavab tapmışıq əslində. Tropik xəttləri nəzərdə tutulur. Tropik xəttlərdə hansılar idi? 23,5 dərəcə şimal enliyi və 23,5 dərəcə cənub enliyi. 66,5 dərəcə cənub enliyi və yaxud da şimal enliyi ola bilməz qətiyyən. Həmçinin 13,5 dərəcə cənub və 13,5 dərəcə şimal enliyi ola bilməz. Çünki burada 2 dəfə zenitdə olur günəş. Həmçinin digər ərazilərdə isə ümumiyyətlə zenitdə olmur. 10-cu suala baxırıq. Sxemdəki məntəqələrin hansılarının üzərində günəş ildə 2 dəfə zenitdə olur? İldə 2 dəfə zenitdə olursa, deməli, o zaman bu tropik xəttləri arasında yerləşir. Yəni 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında yerləşir. A variantı uyğun gəlməz. A variantı ümumiyyətlə tamam başqa bir yerdədir. Sonra H da uyğun gəlməz, məntəqə olaraq daha doğrusu məntəqə uyğun gəlməz, həmçinin B məntəqəsi də uyğun gəlməz. Niyə görə? Çünki bu məntəqələr yerləşir, H və B məntəqələri yerləşir tropik xəttlər üstündə. A məntəqəsi isə ümumiyyətlə tropiklərdən kənarda yerləşir. Cavabımız D, C və E məntəqələridir. Cavabımız olur B variantı.
11 nömrəli tapşırığa baxırıq. 23 sentyabrda günəş şüalarının günorta vaxtı 70 dərəcə uzaqlığında düşdüyü məntəqədən ekvatora qədər olan ən qısa məsafəni kilometrlə hesablamamızı istəyir. Bilirik ki, 23 sentyabr tarixində günəş şüaları 0 dərəcə enlikdə, yəni ekvator boyunda 90 dərəcə buzaq altında düşür. Ondan həm cənubda, həm də şimalda yerləşən 70 dərəcə buzaq altına düşən məntəqəni də tapmaq üçün 90-dan çıxırıq 70-i. Cavabımız da eləyir 20. 20 dərəcə şimal, 20 dərəcə də cənub enlikləri. Cənub enliyi. 20-ni də tapdığımız bu 20 dərəcəni həm şimaldan, həm cənubdan məsafə olaraq 20 dərəcə uzaqlıqdadır. Vururuq 111-ə. Cavabımız da olacaq 2220. İşıqlama qurşaqlarının sərhədləri dedikdə yadınıza salırıq. Tropik xətləri, həm də bu qırıq-qırıq xətlər, həm də ki qütb dairə xətləri. Bunlar sərhədləri təşkil edir. Cavabımız Y variantı olur. 13 nömrəli tapşırığa baxırıq. 13 nömrəli tapşırıqda il boyu günəş şüalarının düşmə bucağının günorta vaxtı 66,5 dərəcədən kiçik olmadığı coğrafi enliyi tapmamızı istəyir. Bunu xüsusi olaraq oxudım. Çünki 14 tapşırıqda buna bənzəyir, amma burada böyük olmadığı coğrafi enliyi istəyir. Gəlin bunların bir-bir baxaq. Günəş şüalarının ən kiçik düşdüyü bucağı tapmaq üçün nə edirdik? Düşmə bucağı yazırdıq. Bu ilə işarə eləyək düşmə bucağına. 90 dərəcə çıxılsın. Enlik üstə gəl və yaxud da çıx 23,5. Düşmə bucağının tapılma düsturu idi bu. Amma ən kiçik bucaqdan söhbət gedirsə, burada üstə gəl olur. Çıxma yox. Biz də bilirik ki, ən kiçik düşmə bucağı bizim axtardığımız məntəqədə 66,5 dərəcədir. 90 dərəcə çıxılsın. Enlik. Burada çıxma var, bir də burada üstə gəlmə var. Bir-birinə burada olacaq çıxma. 23,5 mötərizənin açılması zamanı. İndi burada enliyin buradadır. Mən istəsəm bunu bu yana keçirmək, onda bu qarşısındakı mənfi yox olacaq. Bərabərdir. Qalan olduğu kimi yazaq. 90 dərəcə çıxılsın 23,5 dərəcə. Bir də burada 66,5 dərəcəm var. Bu müsbətdir. Bu tərəfə keçsəydim olacaq mənfi. 66,5 dərəcə. Enliyim də bərabər olur 0 dərəcəyə. 13-cü sualda cavabımız oldu 0 dərəcə enlik. 14-cü suala baxırıq. 14-cü sualda deyir ki, il boyu günəş şüalarının düşmə bucağının 23,5 dərəcədən böyük olmadığı coğrafi enlik. 23,5 dərəcədən böyük olmadığı. Yenə həminki qaydadan hesablayaq. Bizə deyirdi ki, 23,5 dərəcədən böyük olmadığı. Yəni, ən böyüyü olur 23,5. Düstur yadımızdadır, bayaq yazmışdıq. 90 dərəcə çıxılsın. Enlik. Bu dəfə üstə gəl, yox, olacaq, çıxma. 23,5. Çünki ən böyük bucağı tapırdıq biz burada. Yenə mötərizəni açacağıq burada. Mənfi edəcək olacaq müsbət. 23,5 dərəcə. Enlik keçsə yenə bu tərəfə olacaq müsbət. Qarşısına mənfi edəcək. Rəqəmləri yazırıq. Yenə 90 dərəcə üstə gəlsin 23,5 dərəcə. Buradakı müsbətdə, müsbət 23,5-də olacaq çıxma 23,5. Enliyimiz də bərabər olacaq 90 dərəcəyə. Cavabımız oldu 14-cü sualda A variantı. 15-ci sualda bizə deyir ki, sxemdə verilmiş hansı məntəqələrdə fəsil dəyişkənliyi aydın müşahidə edilir? Aydın müşahidə edilmək üçün bir fəsil dəyişkənliyin onun tropik işıqlama qurşağında
qütb işıqlama qurşağında yerləşməməsi, yəni mülayim işıqlama qurşağında yerləşməsi vacibdir. İkinci görək qütb işıqlama qurşağında yerləşən məntəqələr hansılardır? Onları çıxdaş eləyək. Məsəl üçün yuxarı yazıb ki, 1 qütb işıqlama qurşağındadır. Burada daha çox qış müşahidə olunacaq. Həmçinin 7 daha çox qütb işıqlama qurşağında yerləşdiyi üçün burada qış müşahidə olunur. Həmçinin 3 və 5-ci məntəqələrdə də daha isti ərazilərdir, günəşin zenit olduğu ərazilərdir. Burada daha çox yay fəsli müşahidə olunur. Aydın müşahidə həm qış, həm yay rahatlıqla müşahidə olunur. 2, 4 və 6-cı suallarda cavabımız olur A variantı. 16-cı suala baxırıq. Burada deyir ki, Bakı şəhəri 40 dərəcə cənubi enliyi və 50 dərəcə şərq uzunluğuna yerləşsəydi, aşağıdakılardan hansı müşahidə olunardı? Bakı hal-hazırda yerləşir. Gəlmə xəritə üzərində çəkək. Bura ekvatorumuz olsun. Burada Bakının yerləşdiyi 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyi 50 dərəcə şərq uzunluğunda yerləşir. Şərq uzunluğunda. Bizə deyir ki, Bakı yerləşsəydi 40 dərəcə cənub enliyi və 50 dərəcə şərq uzunluğunda. Uzunluq dəyişmədi, amma enlik dəyişdi. 40 dərəcə cənub uzunluğu, cənub enliyində yerləşsəydi. Nələr müşahidə olunardı? Ən soyuq günlər yanvar ayında olardı. Cənub yarımkürəsində yerləşsəydi Bakı, ən soyuq günlər yox, ən isti günlər burada yaşanardı. Ona görə A variantımız doğru deyil. Sonra B variantda deyir ki, ən uzun gündüz 22 dekabrda müşahidə olunardı. Bəli, ən uzun gündüz 22 dekabrda müşahidə olunardı. Çünki cənub yarımkürəsindədir. Bizim üçün, yəni şimal yarımkürəsi üçün yay gün dönümü olduqda orada ən qısa gecələr müşahidə olunur. Ən uzun gecələr müşahidə olunur. Bizdə isə ən qısa gecələr. Amma orada qış gün dönümündə isə bizdə ən uzun gecələr müşahidə olunur. Orada ən uzun gündüz müşahidə olunur. Cavab olur B variantı. Digər variantlarda baxaq. Payız fəsli 23 sentyabrda başlayardı. Payız fəsli 23 sentyabrda şimal yarımkürəsi üçün başlayır. 23 sentyabrdan sonra dekabr və s. gəlir, qış başlayır. Söhbət Bakının yerləşdiyi 40 dərəcə cənub enliyi üçün olanda bu doğru deyil. D-də deyilir ki, Günəş 22 iyunda zenitdə olardı. Günəş 22 iyunda harda zenitdə olurdu? 23,5 dərəcə şimal enliyində zenitdə olurdu bu çəkdiyim xətt üstündə. Sonra deyir ki, ən qısa gecə 22 iyunda olardı. Ən qısa gecə 22 iyunda dedik axı şimal yarımkürəsində müşahidə olunur. Cənub yarımkürəsində yerləşsəydi, o zaman ən uzun gecə müşahidə olunardı burada. 17-ci suala baxırıq. Hansı məntəqələrdə ildə bir dəfə Günəşin çıxma və batma hadisəsi baş verir? Çox rahat sualdır. İldə bir dəfə Günəşin çıxması və bir dəfə də batmasından söhbət gedir. Yəni bir gün qütb gecəsi və yaxud da bir gün qütb gündüzü olması yox. Elə bil ki 6 ay gecə oldu, gün çıxdı. Ondan sonra 6 ay gündüz olur, gün batır. Bu hadisələr baş verir coğrafi qütblərdə. Sonra növbəti suala baxırıq. Ərazinin daha çox istilik alması üçün günəş şüaları hansı bucaq altına düşməlidir? Ərazinin daha çox istilik almaq üçün həmin ərazilərdə nə qədər çox günəş işığı düşərsə, həmin ərazilər daha çox istilik alacaq. Bu məntiqlə düşünsək, o zaman cavabımız olur 4, 5 və 6-cı. Yəni B variantı. 19-cu suala baxırıq. 19-cu sualda bizə deyir ki, şimal qütb işıqlanma qurşağında yerləşən adalar. Şimal qütb işıqlanma qurşağı ilk öncə baxın bu şimal qütb dairəsi var, qırıq-qırıq xətlərlə verilib. Şimal qütb dairəsindən şimaldakı ərazilər. Bax bu şimal buzlu okeanın ətrafındakı ərazilərdir. Onun yuxarıdakı ərazilər nəzərdə tutulur. Bir-bir bu adalara baxaq. Vrangel adası. Vrangel adası doğrudur. Şimal qütb dairəsinin şimalda yerləşir. Bu doğrudur. İkinci gəlir Newfoundland. Newfoundlanda baxırıq. Newfoundland adı burada verilməyib, amma budur, bu adadır. O cənubda yerləşir. Şimal qütb dairəsindən xeyli cənubda yerləşir.
Deməli, bu cavab səhvdir. A variantı ümumiyyətlə səhvdir. Sonra B variantına baxırıq. B variantı deyir İslandiya. İslandiya adası şimal qütb dairəsini kəsmir. Xəritədə ola bilər belə göz yayınsın, amma kəsmir qətiyyən. Ondan əmin olmasaz belə baxırsınız İrlandiya. İrlandiya yerləşir bax burada. İrlandiya adası. İrlandiya adası kəsmir. Novaya Zemliya isə Novaya Zemliya yeni torpaq bura. O kəsir. Onu aid edə bilərik. Gəlirik C variantına. C variantı ilə doğru olandır. C variantı deyir ki, Şpitsbergen adaları, baxın Şpitsbergen adaları qütb dairəsindən xeyli şimaldadır. Sonra Frans Yosef elə ardıcıldır. Sonra da Elsmir adası. Elsmir adası isə yerləşir, baxın, düz Kanada arxipelagında qütbə çox yaxın ərazilərdə. Cavabımız C variantı olur. Sonra digər adalarına baxdıqda, burada misal üçün D variantında Kuril adaları yazılıb. Kuril adaları görürük burada yerləşir. Qütb dairəsindən xeyli cənubdadır. Bu olmaz. Ondan sonra Aleut adaları yazılıb. Aleut adaları da həmçinin xeyli cənubdadır. Bu da olmaz. İndi keçirik 20-ci suala. 20-ci sualda deyir ki, Londondan hansı istiqamətlərdə yerləşən məntəqələrdə günəş zenitdə ola bilməz? Öncə baxaq görə London harada yerləşir. London burada yerləşir. Günəş zenitdə harada olurdu? Günəş zenitdə olurdu şimal tropik xətti ilə cənub tropik xətti arasında. Yəni, bundan hansı istiqamətdə yerləşməlidir ki, məntəqə? Orada günəş zenitdə olmaz. Variantlara bir baxaq. A-da deyir ki, qərb və cənub-qərb. Qərbinə baxdıqda deyirik ki, hə, bu uyğundur. Qərb istiqamətinə getdik, bu ərazilərdə uyğundur. Amma cənub-qərb bilmirik axı, burada da cənub-qərb yoxsa burada da cənub-qərb. Ona görə bu variant düzgün sayılmır. Sonra B variantına deyirik ki, cənub və şimal-şərq. Londondan cənuba getdikdə cənub ola bilər bura olsun, ola bilər bura olsun. Amma bura olsa, bu isə Afrika ərazisi olsa, yəni o tropiklərin daxilində, o zaman bu cavab ola bilməz. Yəni, günəş zenitdə həmin ərazidə ola bilər, cənubda ola bilər. Daha sonra, Londondan şərqdə yerləşsə, yəni cavabı doğru götürə bilərik. Amma cənub-şərq artıq körülür. Misal üçün, bu ərazilərdə olsa, bu ərazilərdə, onda zenitdə olur. Bizə zenitdə ola bilməyəcək ərazilər lazımdır. Yəni, ondan D variantına deyildiyi kimi, şimalda, həmçinin şimal-şərqdə, həmçinin şimal-qərbdə, şərqdə, qərbdə yerləşən ərazilər doğru cavab sayıla bilər. Cavabımız D variantıdır. E variantı ümumiyyətlə doğru deyil. Növbəti suala keçirik. Burada deyir ki, Yeni Zelandiyadan hansı istiqamətdə yerləşən məntəqələrdə günəş zenitdə ola bilməz? Yeni Zelandiyanın yerinə baxırıq. Gördük burada Şimal adası və Cənub adası. Yeni Zelandiyanı təşkil edir. Yeni Zelandiyadan deməli hansı ərazilər? Bu gördüyümüz tropik xəttlərinə baxırıq. Tropik xəttlərindən şimalda, şimal-şərqdə, şimal-qərbdə yerləşən ərazilərdə günəş zenitdə ola bilir. Bizə olmayanlar lazımdır. Gördük şimal, şimal-şərq sildik, şimal-şərq sildik, şimal sildik, şimal-qərb sildik. O zaman hansı variantı silə bilmədik? Cənub, cənub-şərqi. Bundan yəni burada cənubda və cənub-şərqdə yerləşən ərazilərdə günəş zenitdə ola bilməz. Götürdük C variantı. Sonra 22-ci sualda deyir ki, hansı coğrafi enlikdə qütb ulduzu, yəni Polaris görünmür? Polaris ümumiyyətlə ekvatordan şimalda yerləşən məntəqələrdə görünür. Bucaq məsələsi var, yəni 1 dərəcə enlikdəki məntəqədə daha az görünür, amma belə deyək də qütb ətrafı ərazilərdə daha çox görünür. Nəyə görə? Çünki şimal coğrafi qütbünün üzərində yerləşir. Üzərində görə bilirik bunu 90 dərəcə bucaq altında. Qütb ulduzu deməli o zaman şimal enliklərini çıxırıq ki, burada ola bilər, görə bilərik. Elə həmçinin şimal tropikində də görə bilərik. Amma cənub enliyi olduğu üçün D variantı uyğun deyil. Cavabımız da olur D variantı. Bunu biraz daha anlaşılan dedim. Yəni A ola bilməz, C ola bilməz, Y və B ola bilməz. Niyə? Çünki buralarda görürük. Bizə görünmədiyi yer lazımdır.
Daha sonra keçirik 20 nömrə tapşırığa. Qütb ulduzunun müşahidə olunmadığı materiklər. Yəni yalnız və yalnız Cənub yarımkürəsində yerləşən materiklər bizdən istənir burada. Cənub yarımkürəsində yerləşən materiklər. Hansılardır bunlar? Ekvatordan cənubda. Birinci Avstraliya. Bunu deyə bilərik. Afrikanın bir hissəsi şimaldadır, bir hissəsi cənubdadır. Cənubi Amerikanın bir hissəsi cənub yarımkürəsindədir, bir hissəsi şimal yarımkürəsindədir. Ekvator xətti kəsir onu. Bir də hansı materik qaldı burada? Antarktida materiki qaldı ki, ekvatordan cənubda yerləşir. O zaman nə edirik? Bu Avstraliya və Antarktidanı ağlımıza saxlayırıq. Görək hansı variantda bunlar var. Avstraliya burada var, Antarktida yoxdur. Sonra burada ümumiyyətlə yoxdur. Həmin variantlardan heç biri. Burada da həmçinin cavabımız D variantı. Antarktida və Avstraliya. Hər ikisi doğru. E variantı doğru deyil. Cavabımız oldu D. 24-cü tapşırıqda deyir ki, 3 işıqlama qurşağında yerləşən və Günəşin bütün il boyu zenitdə olduğu materik. 3 işıqlama qurşağında yerləşir və Günəş il boyu zenitdədir. Söhbət burada gedir Afrika materikindən. Günəş il boyu necə zenitdə olur? Misal üçün, bizim üçün payız fəslidir, yəni şimal yarımkürəsi üçün. Qış fəsli daha doğrusu. Günəş burada zenitdədir. Buradan sonra yavaş-yavaş gəlir ekvatora yaxınlaşır, olur payız fəsli və yaxud da yaz fəsli. Daha doğrusu yaz fəsli, yaz fəslindən sonra gəlir bura. Bizim üçün olur yay fəsli, Cənub yarımkürəsi üçün olur qış fəsli. Yəni, il boyu Afrikanın üzərində zenitdə olur. Şimala və yaxud da cənuba gedir Günəş. Ona görə də cavabımız A variantıdır burada. 25-ci suala baxırıq. 25-ci sual dedi ki, 50 dərəcəyə şimal paralel üzrə 90 dərəcə azimutda hərəkət edən səyyah qütb ulduzunun özündən hansı tərəfdə görər? Qütb ulduzu yerləşir şimal coğrafi qütbünün üzərində, yəni 90 dərəcənin üzərində. Bizə deyir ki, 50 dərəcə şimal paraleli. 50 dərəcəni çəkək burada. Şimal paraleli qütbdən, ekvatordan şimalda, yəni ekvatordan şimalda yerləşir. 90 dərəcəlik azimutda hərəkət edən bir məntəqə var burada. Bu məntəqədən 90 dərəcə azimutdan hərəkət etdi, gəldi, çıxdı bura. 90 dərəcə hansı istiqamətidir? Şərq istiqaməti. Gəldim, çıxdım bura 90 dərəcə azimutdan hərəkət edərək. Mən indi qütb ulduzunu özümdən harada görürəm? Mən düz bu istiqamətdə gedirəmsə, bu istiqamətdə. Mənim solumda qalacaq bura. Solumda. Cavabımız olur burada D variantı.